Deməli müəllimlər, biz ilkin olaraq Montessori pedaqoji yanaşmamızdan başlayırıq, giriş eləyirəm. Montessori pedaqoji yanaşması, yəni bu istər sertifikasiya, istər MİQ-ə hazırlayanların, təbii ki, sertifikasiya da önəmli olmaqla Montessori bilirik ki, ayrıca yəni bütöv belə deyək də yanaşmadır. Necə yanaşmadır? İdraki konstruktivizm, istəyirəm. İdraki konstruktivizmin əsasını təşkil edir Montessori pedaqoji yanaşması və qısa konkret deyəcəm, nə vaxt yaranıb, harda yaranıb, məlum məsələdir Montessori tərəfindən elmə gətirilib. Bu barədə danışmayacağam. Sırf açar sözlərlə mən burada uzun-uzadı danışmaq deyil məqsədim bugün bu dərsi təşkil etməkdə. Mənə lazımdır ki, testdə nə veriləcək, nə düşəcək, situasiya necə veriləcək. Montessori pedaqoji yanaşmasında baxın, burada qeyd eləmişik, müəllimin rolu nədir? Bu bizə belə deyək də Artinin mənbələri əsasında təqdim olunmuş bir belə deyək də PDF-imizdir. Burada bilirsiniz ki, 23-cü ilin sonu 2024-cü ildə 2023-cü ildə daha doğrusu təşkil olunmuş bir PDF idi ki, müəllimlərin öhdəliyinə verirdi. Hələ o zaman artıq diaqnostika falan təşkil olunmamışdı. Sırf MİQ-ə hazırlaşan müəllimlər üçün. Amma sonradan biz gördük ki, təbii ki, diaqnostika çərçivə vahid çərçivədir. Diaqnostika eyni zamanda da sertifikasiya hazırlaşan müəllimlərimiz üçün də. Baxın, müəllimin rolu nədir? Ətraf mühitin rolu nədir? Ümumiyyətlə, bu yanaşmanın təcrübədə tətbiqi nədir? Yəni, əsas ümumiyyətlə, özəyi nədir? Montessori ümumiyyətlə nəyə görə bax uşaqlarda belə deyək də uşaqların öyrənməsini necə təşkil edirdi? Uşaqların müstəqilmi öyrənməsinə təkan verirdi? Uşağın sosiallaşmasına mı təkan verirdi? Yəni bütün bunlara aydınlıq gətirəcəyik. Montessori bilirik ki, idraki konstruktivizmin əsasıdır. Yəni harda idrak gördünüz, harda zehni gördünüz, harda kognitiv sözü gördünüzsə, konkret olaraq bilin ki, Montessori'dir. Çünki Montessori Piaget'ə əsaslanaraq, Piaget'in elmindən bəhrələnərək, əsaslanaraq belə deyək də toxunan alimimizdir ki, hansı ki, zehni inkişafla sıx bağlıdır, idraki tələbatıdır, özəyi idraki tələbatıdır və Piaget ilə ortaq tərəfi, yəni budur. Kognitiv, zehni, idraki konstruktivizmin əsasıdır. Montessori pedaqoji yanaşmasında biz uşaq yönümlülüyü görəcəyik. Mən dedikcə bir-bir bunları qeyd eləyəcəksiniz. Elə şeylər var ki, burada PDF-də yoxdur. Mükəmməl öyrənmək istəyirsinizsə, dediyim açar sözlərlə qeyd eləyəcəksiniz. Uşaq yönümlülük, bax burada üstünə basaraq qeyd eləyirəm ki, burada uşaq yönümlülük birinci qoludur, uşaq yönümlülük. Ola bilər, biraz pis yazaram, muşqa ilə yazıram kompüterdə. Uşaq yönümlülük demokratik təhsili özündə ehtiva eləyir və biz təlimin təşkilinə verilən tələblər keçəndə orada uşaq yönümlülüyün belə deyək də qollarını keçmişik ki, istiqamətlərini keçmişik ki, bu uşaq yönümlü demokratik təhsil sisteminin belə deyək də əsas qolu, digər bir qolu da diferensiallıq. Fərdiləşmə, diferensiallaşma prinsipidir ki, hansı ki biz təlimin təşkilinə verilən tələb və prinsiplərdə əyan eləyir. Daha doğrusu şəxsiyyət yönümlüyü, nəticə yönümlüyü, idrak fəallığı falan keçmişik. Amma bizə əsas bugün olan uşaq yönümlülüyü də diferensiallıqdır. Diferensiallıq prinsipinin səbəbi nə üçün Montessori diferensiallığı götürdü? Ona görə ki, hər bir uşaqla fərdi, different sözündən yaranıb diferensiallıq. Different müxtəliflik deməkdir ingilis sözü olaraq və burada diferensiallığın özəyi bilirik ki, fərdi deməkdir, müxtəlifliyin nəzərə alınması deməkdir, hər bir uşağa fərdi diferensial olaraq yanaşma deməkdir, şəxsi deməkdir, uşağın özünü tərbiyəsi, özünün nəzarəti deməkdir. Əgər özünü tərbiyə, özünün nəzarəti varsa, cümlədə özünü tərbiyə görürsünüzsə, özünü nəzarət görürsünüzsə, bu nə deməkdir? Bu olur, deməli, diferensiallıq. Yenə də deyirəm, özünü tərbiyə, özünü nəzarət, mən çox belə yaza bilmirəm, müəllimlər qeyd eləyin. Özünü tərbiyə, özünü nəzarət görürsünüzsə, bu diferensiallıqdır. Və burada nəyə görə hər bir uşağa diferensial toxunur? Ona görə ki, qarşısında özü olan hər bir şey bura daxildir. Uşağın özünə yönəlikliyi, uşağın özünü tənzimləməsi, öz sözü, harda öz görürsünüzsə, harda fərdi, şəxsi görürsünüzsə, özünü tənzimləmə, uşağın özünə qarşı yanaşması, özünə qarşı yönəlməsi, bunlar diferensiallıqdır. Çünki burada uşağın belə deyək də müstəqilliyi daha çox rol oynayırdı. Aydındırmı? Yəni burada Montessori uşağın müstəqil şəkildə
mənimsəməsini, qavramasını, dərk etməsini, müstəqil şəkildə tapşırıqları icra etməsinin tərəfdarı idi. Və digər bir prinsipimiz isə əyanilik prinsipidir. Yəni mən burada deyirəm, bu dediklərimi mən sırf bu PDF-dən demirəm, əlavə də deyirəm. PDF-yə də toxunacağam, amma əlavə dediklərimi də qeyd eləyərsiniz. Əyanilik prinsipi də ki, bizim təlimin təşkilinə verilən prinsiplərlə eynilik təşkil edir birəbir. Açar sözləri nədir əyaniliyin? Resursdur, vəsaitlərdir, bizim maddi texniki bazamızdır. Yəni, maddi texniki baza varsa, maddi texniki baza nədir? Bizim hazırda mövcud olan fəaliyyət mərkəzlərimiz, bizim güşələrimiz, bizim əlçatan olan əşyavi mühitimiz, əşyavi, belə deyək də, əşyavi mühitimizin təşkilati funksiyası, maddi infrastrukturumuz, bizim fiziki mühitimiz, yəni mebellər, resurslar, əşyalar, yəni hər bir şey, əyani olan hər bir əlçatan vəsait bizim əyanilik prinsipimizdir. Əyanilik prinsipi də birbaşa Montessori'nin yanaşmasında birəbir qeyd olunan bir prinsipdir ki, çünki Montessori əyaniliyə, vizuallığa, resurslara daha çox önəm verirdi. Və bu minvalla da biz bilirik ki, güşələr dedik. Biz bilirik axı, güşələr zaten uşaq yönümlüdür. Fəaliyyət mərkəzləri olaraq güşələr əyanilik prinsipinin içərisində yer alır. Bu minvalla da biz stolüstü oyunlar güşəsi Montessori'dir. Harada stolüstü oyunlar güşəsi gördünüz? Harada riyaziyyat güşəsi gördünüz? Çünki idrakdır. Riyaziyyat nədir? İdrakdır. İdraki bizim konstruktivizm, bizim kognitivimiz, bizim didaktikimiz, biz nəyə görə Montessori'nin didaktik materiallarla məşhur tanıyırıq? Riyaziyyat güşəmiz eyni zamanda əl əməyi güşəsi olaraq, əl əməyi də bura daxildir. Yəni, burada məşğələnin akademik biliklərlə yer verilməsi, akademik biliklər əsasında məşğələmizin təşkil olunması birbaşa olaraq Montessori yanaşmasının özəyidir. Aha, daha sonra bir də dünyəvilik prinsipini qeyd etmək istəyirəm burada müəllimlər. Uşaq yönümlülüyün əsası olaraq diferensiallıqdır, əyanilikdir. Qeyd etdikdən sonra üçüncü mühüm bir prinsip dünyəvilik prinsipidir. Desəniz ki, niyə? Çünki Montessori dünyəvilik prinsipinə yanaşmasında ona görə yer verib ki, dünyəvilik bilirsiniz də, didaktik prinsiplərdən bizim dünyəvilik, səriştələr olaraq mədəni müxtəliflik səriştəmizdir və sosial-emosional inkişaf sahəmiz olaraq 4.3 əsas standartının, yəni hörmət, dözüm, tolerantlıq standartı ilə birbaşa inteqrasiya olunur, birbaşa tələblərini yerinə yetirir. Əsas məsələ budur ki, deməli, dünyəvilikdə bilirik ki, dünyəvilik prinsipi radikallığı dəstəklədiyinə görə, yəni bu yanaşma Montessori ilk dəfə İtaliyada qəbul olunduğu üçün, yəni bu Musson hərəkatı o vaxtlar üçün, yəni o hərbi rejimin ön planda, Musson hərəkatının başlanğıcı, hərbi rejimin ön planda olması falan bir növ radikallığı gətirib çıxartdığı üçün dünyəvilik prinsipi radikallığı dəstəkləyirdi. Radikallığın da açar sözü nədir? Mədəni müxtəlifliyin pozulması. Və bu mədəni müxtəlifliyin, əgər mədəni müxtəliflik pozulursa, bu Montessori pedaqoji yanaşmasının da pozulması deməkdir. Çünki dünyəvilik mütləq dəstəkləməli idi. Dünyəvilik prinsipi də mədəni müxtəlifliyə hörmət prinsipi, müxtəlif mədəniyyətlərin qəbul olunması, uşaqların müxtəlif dildən, dindən, cinsdən, etnik mənsubiyyətindən, belə deyək də, hansısa bir tutalım ki, inklüzivliyindən, sağlamlıq imkanları məhdudluğundan, başqa fərdiliklərindən, müxtəlifliklərindən asılı olmayaraq təhsildə bərabər imkanların yaradılması idi əsas məsələ. Ona görə də Montessori buna çox ciddi yanaşırdı ki, yəni dünyəvilik prinsipinin qəti şəkildə pozulmaması. Aydındırmı? Aha, yəni biz əsas prinsip olaraq diferensiallığı, əyaniliyi, dünyəviliyi və təbii ki də uşaq yönümlülük prinsipi, çünki güşələri biz görürüksə burada, əsas da fəaliyyət mərkəzlərimiz olan, əsas da riyaziyyat güşəsi, idraki inkişafdır konkret olaraq, stolüstü oyunlar güşəsi, əl əməyi güşəmiz, deməli konstruktorlarla oyunlar güşəsi, yəni bunlar konkret olaraq bizim didaktik materiallarla özəyini təşkil edir Montessori yanaşmamızın. Və bir də mən burada akademik biliklər dedim ki, məşğələnin akademik biliklərə yer verilməsi, akademik biliklər əsasında təşkil olunması, yəni burada nəzəri biliklər deyərkən, yəni
uşaqlarda məsəl üçün riyazi anlayışların, ölçü, forma, yazı, hesablama bacarıqlarının nəzərdə tuturdu. Yəni bax akademik biliklər budur ki, uşaq bu səviyyəyə gəlsin, çatsın. Uşaq riyaziyyat özü ağır bir məşğələdir. Riyaziyyat özü ağır bir metodikadır ki, biz onu uşaqlara mənimsədənə qədər onlarda say fəaliyyəti, ilkin olaraq çoxluqlar üzərində əməllərin həyata keçirilməsi, say fəaliyyəti, hesablama fəaliyyəti, həndəsi fiqurlar, ta ki zaman anlayışına qədər biz bu bacarıqları artıq gətirib akademik biliklərlə reallaşdırırıq ki, hansı ki, Montessori'də akademik bilikləri nəzəri formada vermirdi. Yəni, necə nəzəri formada vermirdi? Praktik şəkildə uşaqlara mənimsədirdi. Nəzəri budur ki, yəni biri var, öyrənəsən, oxuyasan, elə sadəcə, hə, keçirəm bunu, bugün öyrəndim, keçdim və salam, qutardı, getdi. Dərk etdim, mənimsədim, qutardı, getdi. Bəs bunun məşğələdə praktik tətbiqi nədir? Bunu biz nə üçün biz məşğələmizi tətbiq etmə mərhələsini veririk? Bəs bunu praktik şəkildə uşaqlara öyrədirdi. Yəni necə öyrədirdi? Oyunlarla, praktika ilə, süjetli rollu oyunları olsun, fərqi yoxdur, yəni fəaliyyətlərlə olsun, motor bacarıqlarla olsun, təbii ki, motor bacarıqlarla praktik şəkildə, yəni fəaliyyətlərlə verirdi bunu. Uşaq bunu mütləq icra etməlidir. Montessori bunun tərəfdarı idi, aydındırmı? Daha sonra açar söz olaraq nəyə götürəcəksiniz Montessori'də? Daha bir açar sözümüz bizim müstəqil öyrənmə səriştəmizdir. Müstəqil öyrənmə səriştəmiz. Bura qeyd edirəm. Müstəqil öyrənmə səriştəmiz. Müstəqil öyrənmə səriştəmizdə yəni nəyə görə? Biz axı bayaq öz, fərdi, ondan sonra uşağın özünü tənzimləməsi, özünə yönəlikliyi, şəxsi, individual sözlərini bax. Şəxsi olsun, individual olsun, fərdi olsun, öz olsun, öz şəxsi məsuliyyəti olsun. Yəni, bunlar sırf müstəqil öyrənmə səriştəsinin açar sözləridir. Çünki Montessori dediyim kimi, burada əməkdaşlığa yox, sosiallaşmağa yox, uşağın özünün öyrənməsinə, özünün tək fərdi şəkildə öyrənməsinə üstünlüyü verirdi. Və qəbulda belə bir situasiya verə bilər ki, məsəl üçün, konfliktli bir situasiya verə bilər ki, məsəl üçün, nə zaman ki, konflikt zamanı ki, tutalım ki, tərbiyəçi müəllim müdaxilə edir ki, məsəl üçün, hər bir uşaqda özünün tərbiyə, özünün nəzarəti güclü olsun. Və situasiya verə bilər ki, məsəl üçün, hər bir uşaq mütləq müşahidə və nəzarət altında olmalıdır. Yanlışdır. Necə yanlışdır? Müəllim tərəfindən nəzarət altında olmalıdır. Müəllim daim burada müşahidəçi qismində olmalıdır. Yəni, uşaq özünü yox. Situasiyada verə bilər ki, məsəl üçün, konfliktli vəziyyətdə uşaqların bir-birinə qarşı, tutalım ki, problem həll etmə bacarığı zamanı, əgər tərbiyəçi müəllimin burada müşahidə və nəzarəti ümumiyyətlə yoxdursa, biz bunu doğru mu götürək, yoxsa yanlış mı götürək? Cavab olacaq ki, yanlışdır. Çünki tərbiyəçi müəllimin uşaqlar üzərində müşahidəsi və nəzarəti bir mənalı şəkildə olmalıdır. Bəs nəyə görə deyirdik ki, tərbiyəçi müəllim burada gözə görünməz icra edici rolda çıxış edir? Aydındırmı? Gözə görünməz icra edici nə deməkdir? Yəni, uşaqlarda özünə inamı formalaşdırmaq üçün, uşağın özünün müstəqilliyini yaratması üçün, yəni onlara mane olmamalıdır. Müəllim uşaqlara mane olmamalıdır. Və bununla da uşaqlarda özünü idarə etmək kimi, təbii ki, uşağın özünü idarə etməsi formalaşacaq. Həmçinin uşaqlar ümumiyyətlə reallıqla tanış olur. Uşaqlar fərqi yoxdur. Fərdi də ola bilər, qrup da ola bilər. Yəni burada hər ikisində yəni yer verilir, fərdi də ola bilər, qrup da ola bilər. Yəni əsas burada uşaqların hiss üzvləri vasitəsilə, üstə basa-basa qeyd edirəm, hiss üzvləri vasitəsilə təcrübə əsasında uşaqların öyrənmələrinə gətirib çıxarmış olur. Və hiss üzvləri də vasitəsi nədir? Uşaqların idraki, psixi prosesləri, duyğusu, qavrayışı, uşağın təfəkkürü, təxəyyülü, yəni hafizəsi ümumiyyətlə də hiss üzvləri vasitəsilə. Deməli, sensor mədəniyyət anlayışına qədərki yol, yəni hansı ki, sensor təcrübədir, sensor təcrübədən sensor tərbiyəyə, deməli, üzr istəyirəm, sensor, ilkin olaraq sensor inkişaf, sensor təcrübə, sensor inkişaf, sensor təcrübə, sensor tərbiyə, daha sonra 4-5 yaş dönəmində sensor mədəniyyət, hansı ki, sensor mədəniyyəti elmə ilk dəfə Montessori gətirir və son olaraq 5-6 yaş məktəbazlıq dönəmi üçün isə biz sensor etalonu əsas götürmüş olacağıq.
Və sensor mədəniyyətdəki böyük yaş qrupu üçün, yəni hiss üzvlərinin, yəni hiss üzvləri nədir? Bütün duyğu orqanlarımızın məşq etdirilməsi prosesidir. Hansı ki biz burada duyğu orqanlarımız hansıdır da iyi bilmə qabiliyyətimiz, eşitmə analizatorlarımız, duymaq, ətir, qoxu, dad, görməsi, eşitməsi və s. toxunaraq hiss etməsi, lamisi üzvləri, yəni toxunma, sırf ali səviyyəyə çatırsa bu kimi hiss üzvlərimiz, bu artıq sensor mədəniyyət deməkdir. Aydındırmı? Yenə də deyirəm, yəni sadaladığım bu bədən üzvlərimizin, hiss üzvləri duyğularımızın ali səviyyəyə çatması sensor mədəniyyət deməkdir. Aha. Və biz burada müşahidə xarakterini götürdük, uşağa nəzarəti götürdük. Əsas mütləq şəkildə müşahidə görürsünüzsə bilməlisiniz ki, yanlış deyil. Montessori yanaşmasında müşahidə çox önəmlidir. Aydındırmı? Çünki müəllim dedik ki, gözə görünməz icra edici rolundadır. Çünki necə gözə görünməz icra edici dediyim kimi müəllim var, amma onun varlığı bilinmir. Yəni müəllim qəti şəkildə mane olmur uşağın müstəqilliyinə, uşaq özü müstəqil çalışır. Nə zaman tutan ki, uşaq problem yaranarsa, uşağın bir köməyə, skafoldinqə, dəstəyə ehtiyacı yaranarsa artıq müəllim müdaxilə eləyə bilər. Aydındırmı? Aha. Daha sonra biz Montessori yanaşmasının 2 yaş dövrünü, hansı ki 0-3 yaş şüursuz və 3-6 yaş şüurlu mənimsəmə dövrünü diqqət edirik. Hansı ki adından gördüyü kimi 0-3 yaş dövrü şüursuz mənimsəmə dövrüdür. Bunu biz gətirib Piaget ilə əlaqələndirsək, burada 0-3 yaş dövrünü biz qoyarıq, 0-3 yaşı hissi hərəki dövrünə gətirib qoymuş olacağıq. 0-3 yaş dövrü hissi hərəki dövrü Piaget'in, yəni bu nə deməkdir? Doğulan uşağın həyata gəldiyi andan etibarilə 3 yaşa qədər olan dövrü artıq uşağın, belə deyək də, əşyəvi manipulyativ dövrünə təsadüf eləyir. Yəni uşağın tək oyun dönəmidir. Burada qeyd edirəm, uşağın tək oyun dönəmi sayılır, şüursuz dönəmidir. Yəni burada hələ ki təfəkkür yoxdur. Aydındır mı? Çünki biz təfəkkür zaten demişik ki 3 yaş üzərindədir, orta qrupdan etibarən. Yəni təfəkkür adına gördükmü təfəkkür, insanın düşünməsi, insanın şuurlu mənimsəməsi deməkdir təfəkkür. Ona görə şuursuzda təfəkkür yoxdur. Sadəcə 0-3 yaş dövrünün açar məqamları nədir? Duyğudur, qavramadır. Təfəkkür olmadığına görə qavrayış psixi prosesi götürürük. Əyani əməli dövrü götürük, əyani əməli əşyəvi manipulyativ dövrdür. Eyni zamanda 0 yaşdan başladığına görə Piaget'in hissi hərəki mərhələsidir və əsas da perseptual qavrayış dönəmidir. Perseptual nədir? Perseptual hissi deməkdir. Perseptual hissi qavrayış yaş dönəmi olur bizim 0-3 yaşda şüursuz mənimsəmə dövrünə. Amma 3-6 yaş dönəmi isə artıq 3-6 yaş uşaqların şuurlu mənimsəmə dönəmidir ki, artıq burada təfəkkürün elementləri formalaşır, uşaqların düzgün məntiqi mühakimə yürütmə qabiliyyəti formalaşır, tənqidi, sözlü məntiqi təfəkkür formalaşır və gətirib özünü təbii ki, sensor etalona qədər, yəni ardıcıllıqla gedir. Aydındırmı? Və 3-6 yaş dövrünü artıq tamam, belə deyək də, idraki inkişaf məşğələlərimiz, hansı ki, bədii təfəkkürü, məntiqi riyazi təfəkkür məşğələlərimizi bura daxil edə bilərik. Aha. Məsəl üçün, 0-3 yaş dövrü, şuursuz dövrü üçün desək ki, məsəl üçün, biz hansı fəaliyyət verə bilərik? 0-3 yaş dönəmi üçün biz uşaqlarla daha çox hərəkətli oyunlar təşkil edə bilərik, sujetli rollu oyunlar təşkil edə bilərik. Yəni bu, belə deyək də, 1-3 yaşlı uşaqlar üçün xarakterikdir. Yəni, çünki 0-3 yaş dönəmdə biz dedik ki, hissi hərəki mərhələdən artıq əşyəvi manipulyativ dövrə, əşyalarla manipulyasiya dönəminə təsadüf etdiyinə görə, burada daha çox sensor təcrübə, sensor tərbiyə deyil də, sensor təcrübə önəm daşıyır. Aydındırmı? Sensor təcrübə, sensitiv inkişaf, perseptual hissi qavrayış, perseptual toxunma. Aydındırmı? Bunlar hamısı açar sözlərdir, müəllimlər. Bir daha deyirəm, 0-3 yaş dönəminə aiddir. Piaget'in hissi hərəki mərhələsi, əşyalarla manipulyasiya dövrü, sensor təcrübə, yəni uşaqların duyğusu, qavrayışı, perseptual hissi qavrayışı, daha sonra perseptual toxunması, Piaget'in hissi hərəki mərhələsinə aid olan hər bir şey 0-3 yaş dönəminə, şüursuz dönəminə təsadüf edir.
Əgər birinci duyğu yaranır, duyğular formalaşır, duyğudan da qavrayışa keçirir. Çünki duyğu üzərində də qavrama fəaliyyəti formalaşmış olur. Artıq qavramadan da əyani əməli fəaliyyətə keçid baş vermiş olur. Aha. Bəs desək ki, yaxşı, hansı iş formaları aiddir Montessoriyə? Fərdi və qruplarla götürə bilərsiniz. Həm fərdi, həm qruplarla. Bəs yaxşı, hansı iş üsulları aiddir Montessoriyə götürsək, sual verilsə, didaktik götürəcəksiniz. Didaktik oyunlar, sujetli rollu oyunlar, hərəkətli oyunlar. Dediyim kimi, oyunlar ümumiyyətlə hərəkətlilikdir. Əsas özəyini təşkil edən didaktik materiallarla işdir. Yəni didaktik oyunlar və sujetli rollu oyunlar iş üsulları olaraq Montessoriyə birbaşa daxildir. Bəs yaxşı, 3-6 yaş dönəmində biz ümumiyyətlə 3-6 yaş dönəminə biz hansı bacarıqlarımızı daxil edə bilərik? 3-6 yaş dönəmində biz sensor etalonu gətirib qoyacaqsınız təbii ki, çünki artıq təfəkkür formalaşdığına görə tənqidi təfəkkürdən, uşağın analiz sintez etmə bacarığından, uşağın arqument gətirməsindən, uşağın səbəb-nəticə əlaqələrini ayırd sintez etməsindən, artıq uşağın bəli təsnifatdır, sistemləşdirmədir, deməli qruplaşdırmadır. Bu kimi bacarıqlardan uşaq artıq məntiqi sözlü, deməli təfəkkürə qədər irəliləyir. Eyni zamanda da uşaq düzgün məntiqi mühakimə yürütmə bacarığı formalaşır və eyni zamanda da sensor etalon təbii ki, sensor mədəniyyətdən sonra sensor etalonu gətirib qoya bilərik. Sensor etalondakı zaten sensor tərbiyə məşğələrimizdə keçmişik ki, nə deməkdir etalon? Ölçüdür, formadır, məkan-zaman anlayışlarıdır. Eyni zamanda etalon deyərkən əşya üzərində bir sensor təcrübə aparır uşaq və onu tanıdıqdan sonra artıq həmin əşyanı əməli fəaliyyətdə tətbiq edə bilir. Aydındırmı? Artıq sensor etalonun üzərində isə uşağın əyani obrazlı təfəkkürü əmələ gəlmiş olur. Aydındırmı? Deməli, sensor təcrübə bu birinci məsələ, sensor tərbiyə bu ikinci məsələ, sensor mədəniyyət 4-5 yaş, sensor etalon 5-6 yaş, ən son olaraq artıq məktəbə hazırlığın sonunda uşağın sensor etalon üzərindən əyani obrazlı təfəkkürü əmələ gəlmiş olur. Aydındırmı? Yəni uşaqların sistemli, belə deyək də, uşaqların sistemləşdirə bilməsi, uşağın belə deyək də, düzgün təcrübə apara bilməsi, əşəvi manipulyasiya üzərində təcrübələr apararaq onu fəaliyyətə tətbiq etməsi, hər bir şey artıq sensor etalon üzərindən formalaşa bilir. Aha. Deməli, sensor təcrübəni biz 0-3 yaş dövrünə götürdük. Sensor tərbiyəni 2-3 yaş dönəmi, ikinci körpələr qrupunun sonunda orta yaş qrupu dönəmindən artıq götürə bilirik. Amma sensor mədəniyyət konkret olaraq yuxarı yaş dönəmidir. Çünki sensor mədəniyyəti biz orta qrupda deyə bilmərik. Çünki mədəniyyət də artıq 4-5 yaş dönəmidir. Sensor etalondakı təbii ki 5-6 yaş dönəmi ardıcıllıqla qeyddir. Aha, duyğudan qavrama, qavramadan artıq yəni uşaq birinci olaraq sensor hiss edərək, hissi perseptual, yəni duyğu inkişaf edərək uşağın duyğudan qavraması, qavramadan artıq belə deyək də hissi qavrayışdan, hissi perseptual qavrayışdan uşağın əşyavi əməli fəaliyyətə təcrübə aparması artıq gedilən bir yol dönəmidir də, yəni belə deyək, təfəkkürə gedən yol dönəmidir. Yəni Montessori haqqında bu qədərdir. Montessori haqqında, çünki burada da qeyd etdim, müxtəlif yaşlı uşaqların inkişaf mərhələlərinə görə qruplaşdırılmasıdır, iş forması olaraq. Eyni zamanda da iş üsullarını da qeyd etdim ki, mütləq didaktik, hərəkətli, sujetli rollu oyunları verirsiniz. Yəni bu qədər. Sonra gəlir bizdə Waldorf yanaşması. Waldorf da çox önəmli bir yanaşmamızdan biridir ki, hansı ki 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılmışdı. Yəni necə oldu ki, bu yanaşma artıq bu ideya təbliğ olundu, yarandı? Çünki uşaqlar təbii, qayğıkeş və rahat bir mühitdə böyümələrinə şərait yaradılmaq istəyirdi daha doğrusu ki, uşaqlar təbii, qayğısevər bir mühitdə böyüsünlər, aydındırmı? Və burada ətrafdan heç kəsin müdaxiləsi olmadan böyüsünlər. Və belə bir pedaqoji fikir dayanırdı ki, əsasında, yəni insanlar təbii aləmi kəşf etmək imkanı versələr əgər insanlara ki, təbii aləmi kəşf et,
onu təbii yolla inkişaf edəcəklər. Yəni təbii yolla inkişafa belə deyək də önəmsiyirdilər Valdorf yanaşmasında təbii yolla inkişafına. Və burada da təhsildə yeni yanaşma irəli sürmək istəyirdi ki, sırf necə bir uşaq yetişdirsinlər, problem həll etmə bacarığı olan uşaq yetişdirsinlər, çətinliklərin öhdəsindən gələ bilən bir uşaq yetişdirsinlər, aydındırmı? Yəni sən bu gün uşağı qoruyub qovlamaq, belə deyək, uşağı məcbur elə, yox sən gəl bu metodla get, yox sən gəl bunu həyata keçir, bunu belə elə. Yəni uşaq üzərində öz metodundan tətbiq etmə. Burax uşağı azadlığa, uşağa bir azadlıq ver, uşağa bir söz azadlığı ver, bir humanizmlik ver. Humanizm prinsipi əsas rol oynayırdı Valdorf pedaqoji yanaşmasında. Baxın, humanist ideyalarla təşkil olunması bu yanaşmanın açar sözüdür birbaşa olaraq. Çünki testdə də bundan irəlisi düşmür. Konkret olaraq söz azadlığı harda gördünüzsə, uşağın təbii yolla böyüməsi harda gördünüzsə, uşağın söz azadlığı, söz haqqı verilməsi harda gördünüzsə, bu bizim əsas amil söz azadlığımız, bizim Valdorf pedaqoji yanaşmamızın əsasıdır. Və yanaşma nəyi bildirir? Uşaqların yenə də hər tərəfli ahəngdar inkişafına, ruhuna azadlıq verməsinə xidmət edirdi. Həmçinin uşağın, belə deyək də, öz emosiya və hisslərini də, sosial-emosional inkişaf sahəsini də nəzərdə tuturdu. Və burada sırf humanist ideyalarla təhsilə önəm verilməsi, əxlaqi keyfiyyətlər, harda əxlaqi, ümumiyyətlə səriştələrdən dəyərlər kateqoriyasını götürürsünüz, insan hüquqlarına hörmət gördünüzsə Valdorfdur, daha sonra mədəni müxtəliflik desə amma Montessori'dir, bunu da qeyd edeyim. Daha sonra estetik duyum, baxın, incəsənət gördünüzsə Valdorfda da bu var. Gözəllikləri sevməsi, incəsənət ruhunda uşaqlar yetişdirməsi, aydındırmı? Və daha çox da Valdorfun yanaşmasında uşaqların rəqəmsallıqdan uzaq olması idi. Aydındırmı? Yəni biz nəyə görə deyirdik ki, qara lövhə ağ təbaşir. Yəni ümumiyyətlə uşaqların heç vaxt tələsmirdi ki, uşaqlar 6 yaşında məktəbə getsin. Görürsünüz, 7 yaşa qədər uşağın inkişafının əsas vacib həlledici dönəmi olduğuna görə, yəni heç bir halda 7 yaş tamamına qədər onların məktəbə getməyini arzulamırdı və həmişə də azad inkişaf edən bir varlıqlar olduğunu uşaqların, belə deyək də, böyüməsinə daha çox, əxlaqi keyfiyyətlərlə böyüməsinə, inkişafına daha çox önəm verirdi. Rəqəmsallıqdan uzaq bir mühitdə təbii ki. Və burada da müəllimin roluna baxsaq, müəllimin rolu burada necə idi? Burada daha çox elə bir müəllim formalaşmalıdır ki, uşaqlarda birgəlik və bərabərlik hissi formalaşdıran bir müəllim olsun. Aydındırmı? Burada müdaxilə edən mənəvi bələdçi rolunda. Deməli, biz Montessori'də gözə görünməz bələdçi rolunda deyirdik, gözə görünməz icra edici. Necə idi? Müəllim var idi, amma varlığı hiss olunmurdu. Aydındırmı? Sadəcə uşağın müstəqilliyi ön plandaydı Montessori'də. Amma Waldorfda isə müdaxilə edən mənəvi bələdçi rolundaydı ki, yəni burada müəllim hər zaman müdaxilə edə bilər, amma yaxşı mənada da, yəni hər tərəfli inkişafında, uşağın zəngin mədəniyyətində, uşağın zəngin əxlaqi keyfiyyətlərlə, ideyalarla təbliğ olunmasında müdaxilə edən bir müəllim idi. Yoxsa belə, yəni müdaxilə deyərkən uşağın fikirlərinə azadlıq vermişdi. Yəni fikir azadlığı, söz azadlığı, uşağın öz hissinin azadlığı, yəni birbaşa olaraq sosial-emosional hissi, yəni inkişaf sahəsi burada daha güclü idi, aydındırmı? Və burada görürsünüz, uşaqların həqiqətən də yaxşılığı, uşaqların insani keyfiyyətləri, gözəllikləri öyrənməsi, yəni buna bir növ bələdçilik edir burada müəllim, yəni. Və burada uşaqların mütləq davranış problemi ilə bağlı, davranışla bağlı problemlərini izləyirdi. Yəni burada daha çox bədii təfəkkür məşğələmiz bax bura daxildir. Çünki burada yeni hekayə danışılır və yaxud da incəsənət növündən nümunə göstərilir. Əgər nağıl hekayə görürsünüzsə, deməli bədii təfəkkür məşğələm Valdorfda yer almış olur. Zaten bədii təfəkkür məşğələsi Valdorfun açar sözüdür. Eyni zamanda güşələrdən desək, tikinti material güşəsi, harda taxtalarla iş görürsünüzsə, harda taxta legolarla
konstruktorla oyunlar görürsünüzsə, konkret olaraq Waldorf yanaşmasını götürmüş olacaqsınız. Çünki Waldorf daha çox yaradıcılığa önəm verirdi. Desəz ki, hansı inkişaf sahəsi götürərəm, birbaşa olaraq estetik yaradıcı inkişaf sahəsi olaraq götürəcəksiniz. Çünki yaradıcılıq daha çox önəm daşıyırdı burada. İdrakdan çox yaradıcılığa önəm verilirdi. Və yanaşmanın təcrübədə tətbiqi nədir ki? Görürsünüz, bayaq dediyim kimi 7 yaşa qədər uşaqlara heç bir halda oxuma, yazma, riyazi bacarıqlar öyrədilmir. Və onun əvəzində nə verilirdi? Uşaqlara kəşf etmək, uşaqları oynamaq, daha çox oyuna təhrik etmək, aydındırmı? Yəni, uşaqlar böyük yaşlarda öyrənmək üçün zaten deyil, yəni uşaqlar öyrənəcək, vaxtı var. Niyə tələsirsiniz ki, siz 7 yaşından tez uşağı məktəbə qoyasınız, uşağı, belə deyək də, beynini də yorasınız da, belə deyək, idrakindən, belə deyək, riyazi məşğələlərindən yorasınız. Yəni, buna heç bir halda icazə vermirdi. Aha. Və daha sonra iş formaları necə idi? İş formaları qruplarda eyni yaşlı uşaqlar iştirak edirdilər. Çünki eyni qrup daxilində bir qrupda eyni yaşlı uşaqların deməli biz dedik axı müxtəlif yaşlı uşaqların müxtəlif qrup daxilində müxtəlif yaşlı uşaqları biz Montessori'də qeyd etdik və artıq burada eyni yaşlı qrupları görürük. Eyni zamanda da burada başqa baxım görüm nə verib burada. Aha, teatr, tamaşalar. Baxın, festivaldır, teatrdır, tamaşalardır, səhnəciklər və s. Burada Waldorfun, belə deyək də, əsas üstünlüyüdür ki, burada uşağın yenə də görürsünüz yaradıcılıq. Estetik konkret olaraq kompozisiyadır, konkret olaraq səhnəcikdir. Uşaqların, belə deyək də, yaradıcı bir öyrənmə mühitini təşkil etmək Waldorfun pedaqoji yanaşmasında əsas yer alır. Çünki burada üstünlük, burada yenə də deyirəm, dərk etmədən çox, idrakdan çox, zehni konstruktivizmdən çox uşaqların zənginliyi, uşaqların yaradıcılığı, uşaqlarda incəsənət estetik zövqünün formalaşmasına önəm verilirdi. Aydındırmı? Aha. Deməli, Waldorfun açar sözləri nə oldu? Bədii təfəkkür məşğələmiz. Çünki yenə deyəm, bədii təfəkkürü burada idrakla yox, sırf uşaqların incəsənət duyumu, uşaqların bir nağıl, belə deyək, hekayə, estetik zövqü formalaşırdı. Eyni zamanda uşaqların konstruktorla oyunları, çünki yaradıcılıq önəmli rol oynayırdı. Taxta kublar harda görsəz, taxta legolar harda görsəz, ümumiyyətlə, belə deyək də, təbii materiallarla iş harda görsəz, təbii materiallarla iş, tikinti material güşəsi birbaşa olaraq Waldorfdadır. Eyni zamanda kukla teatrını gətirib qoyursunuz bura, gəlincik gətirirsiniz, səhnəcik, tamaşa, hamısı bayaq qeyd etdiyim kimi səhnələşdirmə, kompozisiya Waldorfun açar sözləridir. Və son olaraq isə Reggio Emilia pedaqoji yanaşması haqqında danışmaq istəyirəm ki, Reggio Emilia'da təbii ki 1944-cü ildə bu da İtaliyanın Emilia şəhərində yaradılıbdır və Loris Malaguzzi tərəfindən ideyası əsası qoyulubdur və Emilia'da əsas nədir? Emilia'nın da əsas nəzəriyyənin əsasını sosial konstruktivizm təşkil edir. Aydındırmı? İdraki deyil də sosial. Sosiallıq da nədir? Məsəl üçün biz dedik ki, Montessori Piaget'dən bəhrələnib yazıb, amma Emilia konkret olaraq Vygotsky'dən. Bəli, Vygotsky'nin elə bil davamçısıdır da bir mənalı olaraq. Ona görə ki, burada baxın, öyrənmə prosesi Montessori'də uşaq müstəqil olaraq, uşağın müstəqil öyrənməsi dəstəklənirdi. Uşağın, belə deyək də, müstəqil fərdi sosiallığı, özünü, belə deyək, individuallığı dəstəklənirdisə, şəxsi sosial məsuliyyəti dəstəklənirdisə, burada uşaqların əməkdaşlığı, sosiallaşması, qruplaşması, qruplarla iş daha çox, amma qruplarla da önəmli, daha çox əməkdaşlığa yer verilirdi. Əməkdaşlıq, aydındırmı? Baxın burada əməkdaşlıq. Altını bax belə qaralayıram, çünki konkret olaraq bir-birinə ən yaxın əməkdaşlığı biz Emilia pedaqoji yanaşmasında götürürük və təbii ki də iş forması desəm, cütlərlə iş formasını vermiş olacam. Demirəm, qruplarla da verə bilərəm təbii ki, amma daha çox cütlərlə bizim sırf kooperativlik, əməkdaşlıq bizim açar söz olduğuna görə Emilia'da biz cütləri götürəcəyik. Aha, və uşaq da təbii ki, tədrisin mərkəzində hər üç yanaşmada olduğu kimi burada da oxşar cəhət uşağın tədris mərkəzində dayanması,
əsas rol oynaması və öyrənmə prosesinin yaradıcısıdır uşaq. Aydındırmı? Və burada daha çox mühit, məsəl üçün, burada indi qeyd edəcəm, ətraf mühitin rolu nə idi ki, burada ətraf mühitə 3-cü müəllim deyirdilər. Nəyə görə ətraf mühitə 3-cü müəllim deyirdilər? Çünki burada uşaq, belə deyək də, daha çox ətraf aləmlə tanışlıq məşğələsidir. Burada əsas, belə deyim də, açar söz olaraq. Ətraf aləmlə tanışlıq məşğələsidir. Çünki uşaq, ətraf mühit elə təşkil olmalıdır ki, uşaq dəyərləri anlasın, uşaq cəmiyyəti kəşf etsin, cəmiyyətin ideyaları, dəyərləri burada öz əksini tapsın. Ona görə də ətraf mühit uşağa davranış mədəniyyəti aşılasın. Məsəl üçün, uşağın uşaqla münasibəti, həmyaşıdı ilə, yoldaşı ilə münasibəti və yaxud da böyük uşaq münasibəti, istər tərbiyəçi müəllimlə münasibəti, istər valideyn uşaq arasında olan münasibət, yəni bu bilavasitə sosial əlaqənin göstəricisidir. Görürsünüz, əməkdaş olaraq uşaq, böyük uşaq, fərq etməz, yəni valideyn uşaq, müəllim uşaq və s. Yəni mütləq ki, sosial əlaqənin göstəricisi və buna görə də biz ətraf aləmi ilə təşkil olunmalıdır ki, uşaqlar burada bir növ dəyərləri anlasın, dərk etsin, əxlaqi ideyalar daşısın, uşaq cəmiyyəti, belə deyək də, cəmiyyətə adaptasiya olsun. Ona görə də mütləq şəkildə uşaq ətraf mühit uşağın 3-cü müəllimi hesab olunmalıdır ki, uşaq nələrsə öyrənsin. Aha. Və yanaşmamızın təcrübədə tətbiqi nədir? Burada belə deyək də, dəstəkləyici inkişaf etdirici mühitimizdir. Hansı ki, dəstəkləyici inkişaf etdirici mühit uşaqların ətraf aləmi dərk etmələrinə xidmət edir və öyrənmə prosesində Emiliyanın yanaşması, belə deyək də, əməkdaşlıqdır. Bayaq da qeyd etdim. Çünki ailə ilə, yəni müəssisənin ailə ilə əməkdaşlığı sıx, yəni əsas, belə deyək də, rol oynayır. Və burada da uşaqların qiymətləndirməsi, uşağın şəxsi inkişafının izlənməsi, uşağın portfoliosu əsas rol oynayır. Çünki müəllim neyniyir? Həftəlik plan əsasında, cari plan əsasında uşağın hər bir, belə deyək də, fərdi öyrənmə, hər bir uşağın fərdi öyrənməsinin, hər tərəfli inkişafına şərait yaratmalıdır, imkanlar açmalıdır. Eyni zamanda layihə əsaslı metod, mütləq layihə əsaslı metod bizim Emiliyamızın əsas açar sözüdür ki, birgə əməkdaşlıq əsasında layihə metodunu müəllim təyin etməlidir və müəllimlə uşaq, layihə əsaslı metod nədir? Qarşılıqlı əməkdaşlıq əsasında tərbiyəçi müəllimlə uşağın birgə formada çalışması. Necə birgə formada? Məsəl üçün, hansısa bir tapşırığı başlamazdan əvvəl hansısa bir resursu seçməsi, nəyi əlavə edib etməyəcəyi, nəyi tutalım ki, istifadə edib etməyəcəyi, birlikdə bir nəticəyə gəlmək, fikir mübadiləsi falan aparmaq, müzakirələr etmək, təşkil etmək, hamısı bu qarşılıqlı əməkdaşlığa əsaslanan layihə əsaslı metodun, layihə əsaslı modelin, belə deyək də, yanaşmasıdır. Aha, yəni biz mütləq şəkildə ətraf aləmlə tanışlıq məşğələmizi gətirib qoyuruq, deməli, Reggio Emiliada. Eyni zamanda burada da bir estetik var, burada da bir Waldorfdakı kimi estetik zövq var. Məsəl üçün, təbiət əməyi desək ki, harda öz əksini tapıb, hansı pedaqoji yanaşmanın özəyidir? Təbiət əməyi, təbiət güşəsi bir mənalı olaraq Reggio Emiliada özünü yer alır. Baxın, qeyd edirəm, təbiət əməyi mütləq. Biz gözəllikdən danışırıq, biz estetikadan danışırıq. Düzdür, bunu Waldorfda da demişik. Biz Waldorfda incəsənətin zövqünün formalaşması deyirdiksə, Waldorfda daha çox yaradıcılığı vurğuluyurduqsa, uşağın təbii materiallarla, konstruktorlarla işini vurğuluyurduqsa, tikinti material güşəsini vurğuluyurduqsa, biz burada təbiət güşəsini, Emiliyada təbiət güşəsini vurğulayacaq. Burada da gözəllik var, burada da estetika var. Aydındırmı? Aha, burada da təbiət əməyi və təbiət güşəsi var. Eyni zamanda rəsm məşğələsini də burada götürürsünüz. Məsəl üçün, uşağın, belə deyək də, rənglərlə, çalarlarla, məsəl üçün, təsvir incəsənət dərsində şəkil rəngləməsi falan, rəsm məşğələsi görsəz, yəni götürürsünüz Emiliyada. Layihə əsaslı metod dedik Emiliyadadır, çünki əməkdaşlıq rol oynayır. Şəxsi inkişafı izləmə, flowchartlar görürsünüzsə,
uşağın şəxsi inkişafı əsasında qiymətləndirmə aparması, uşağın portfoliosunun qeyd olunması görürsünüzsə, bu da Emiliyadadır. Emiliya pedaqoji yanaşmasında yer alır. Və ən əsasında da ki, belə deyək də, ən əsas əgər sosiallaşma, biz çünki sosial konstruktivizmi qeyd etdik Vygotsky kimi, yəni sosiallığın tərəfdarıdır. Çünki əgər sıx əməkdaşlıq burada varsa, bu axırı təbii ki, qruplaşma, sosiallaşmadır ki, və bu qruplaşmada uşağın ondan daha bilikli olan yoldaşından öyrənə bilmə fikri əsasında yaradılır ki, Emiliya deyirdi ki, burada tək başınadan çox bir-birindən öyrənməni daha çox vurğulayırdı ki, hansısa bir uşaq, əgər zəif uşaq varsa, yoldaşı ondan bir pillə üstündürsə, həmin yoldaşı ona köməklik göstərsin. Bir-birinə dəstək, bir-birinə kömək, bir-birindən öyrənmə Emiliyanın əsas metoduydu. Aydındırmı? Aha. Və burada qeyd olunub ki, hazırda baxın, bu materialda da mütləq qeyd olunanları da qeyd edeyim ki, hazırda belə deyək, Emiliya yanaşmasında sinif otaqlarında istifadə olunan prosedurlar bunlardır ki, məsəl üçün sensorlu masa, yəni toxunaraq. Məsəl üçün, siz burada sensoru gördünüzsə, gətirib bunu Montessori ilə qarışdırmayın. Montessori də didaktik materiallardır. Montessori də uşaq yönümlü, belə deyək, fəaliyyət mərkəzlərimizdə, hansı fəaliyyət mərkəzlərimizdir? Riyaziyyat güşəsini dedik, əl əməyi güşəsi Montessoridir, təbiət güşəsi Emiliyadır. Uşaqların, belə deyək, sensor mədəniyyət anlayışı, sensor etalonlar, uşaqların hissi perseptual, sensitiv dövrü Montessori'də, amma sensorlu məsəl üzərində qumla qazmaq və tökmək deyirəmsə, bir yaradıcı iş varsa burada, bu artıq olacaq Emiliya. Aydındırmı? Zaten Montessori'də biz yaradıcılıqdan danışmamışıq. Rəssamlıq, rəsm çəkmək, təsvir fəaliyyət metodikası, rəsm məşğələsi, birbaşa rəssamlıq sözü gördünüzsə, rəsm gördünüzsə, Emiliyadır. Aydındırmı? Aha, böcəkləri, yarpaqları, çiçəkləri kəşf etmək, ətraf aləmlə tanışlıq məşğələmdir. Təbiət əməyimdir. Aydındırmı? Təbiət əməyi Emiliyadır. Eyni zamanda uşaqların, belə deyək də, müzakirələr planlaşdırmaq, arqumentlər gətirmək, ümumiyyətlə sosiallaşmaq, söhbətlər aparmaq, müzakirələr aparmaq, ümumiyyətlə müzakirə iş üsulu götürürsünüz Emiliyada. Yenə müzakirə, yenə video, foto şəkil, səs yazıları ilə uşaqların fikirlərini qeyd etməyə həvəsləndirmək, rəqs etmək və s. Musiqi məşğələləri, aydındır. Ümumiyyətlə, musiqi, estetik yaradıcıda olan musiqidir, rəqs etmək kimi, yəni bu kimi incəsənət nümunəsini, belə deyək, bədii zövqü siz Emiliyada götürəcəksiniz. Çünki biz Valdorfda bunlara rast gəlmədik. Çünki biz Valdorfda, belə deyək də, tamaşa, kukla teatrı, səhnəcik, canlandırmanı gördük. Biz orada konkret musiqi məşğələsindən bəhs etmədik. Biz orada konkret, belə deyək də, uşaqların rəqs etmə bacarıqlarından bəhs etmədik. Sırf musiqini, rəqsi biz, deməli, rəsm təsvir fəaliyyət metodikamızı götürəcəyik Emiliyada. Aydındırmı? Yəni, ətraf aləmlə bağlı gördünüzsə, təbiət elementləri gördünüzsə, heyvanları, həşəratları, böcək, quşları kəşf etmək, eyni zamanda bir qumla toxunuş, uşağın qumla təmasda olması, sensorlaması üzərində qumla, belə deyək də, fəaliyyətlər aparması, qazıntı, tökmək və s. bunlar hamısı Emiliyada öz yerini almış olur. Eyni zamanda layihə əsaslı metodu da qeyd etdim. Yəni, elə bir şey qalmadı, düşünürəm ki. Bəli, mütləq şəxsi inkişafı izləmək, yəni bizim qiymətləndirmə aparmamız, uşaqların qiymətləndirilməsi, ümumiyyətlə flowchart, belə deyək, blok sxemlər harada gördünüzsə Emiliyadadır, portfolioda gördünüzsə Emiliyada yer alır. Bir də həmçinin layihə əsaslı metod, əməkdaşlıq əsaslanan metod Emiliya əsaslı metoddur və müəllimin təbii ki, ətraf mühitin 3-cü müəllim olması. Bu qədər müəllimlər. Yəni, bu hər üç yanaşmamızı biz, belə deyək də, incələdik ki, yəni qəbulda inanmıram ki, yəni bundan o tərəfə düşə. Əgər istəsəz, inşallah gələn dərs bunun testlərinə bərabər birlikdə baxarıq, müəllimlər. İnşallah, mən deyən olmasın, Allah deyən olsun, bəlkə həftə sonu ya 6 ya bazar günün birinə təşkil eləyərəm. Biz bu yanaşmamızın
belə deyək də, testlərinin qəbulda düşə biləcək situasiya tipli testlərinə baxarıq. Yaxşımı? Və bir də təbii ki, söz verdiyim kimi, belə deyim də, Piaget ilə də Vygotskini biz əsas olaraq onlara da aydınlıq gətirməliyik ki, əsas nəzəriyyələrimizdir. Qəbulun olmazsa olmazıdır. Piagetin mərhələləridir. Çox saylı halda suallar salırlar. Eyni zamanda da ki, Vygotski. Bu qədər müəllimlər. Suallarınız varsa buyura bilərsiniz. Müəllimə, bunu ekran kaydı edib paylaşacaqdır. Təbii ki, artıq rekord eləmişəm dərsi. Hə, çox sağ olun müəllim. YouTube-da paylaşacaqdır.